Kaldığımız yerdən slideshow tabı ilə devam edirik. Slideshow tabında bizi qarşılayır əvvəlcən slaydın oxunma ardıcıllığını təmin edən əmr. Yəni iki cür başlatmaq əmrimiz var. Birinci adından da göründüyü kimi başdan, beginnerdən başladır. Biz 3-cü səhifədəyik. Slayd başda əmrini vurduqda slayd gəlib birinci səhifədən başlayır. Biz 4-cü səhifədəyik. Olduğum yerdən, mövcud olduğum yerdən slaydı başlat dedikdə, baxın, 4-cü səhifədən olaraq slayd işə düşür. Daha sonra Custom Slideshow adlı bir əmrimiz var. Bu bilsiz nədir? Məsələn, mən sizə bir sənəd yaratmışam və fərz edək ki, həmin PowerPoint sənədində fiqurları izah edirəm sizə. Bütün insertdə nə qədər ki, fiqurlar vardı, onları izah edirəm. Rəngin dəyişdirilməsi, ölçü falan, bütün tabı. Bunu izah eləmişəm. Eyni şəkildə də insertdəki bütün əmrləri izah eləmişəm. Həmin PowerPoint sənədində. Sizə dərs izah edirəm. Bilirəm ki, bizim bugünkü dərsimiz sadəcə table-dır. İstəyirəm siz PowerPoint-də sadəcə table-ı görəsiniz, digərlərini deyil. Onun üçün istifadə edə bilərəm. Gəlin bir də real gözdən görək. Deyir, yaratmaq istəyirik. Çünki bizim elə bir nəticəmiz yoxdur. Yaratmaq istədikdə bizə birinci ad sorulur. Adını qoymaq istəyirəm tətil. Bir deyəm, baxın, birinci səhifəmiz söhbət mənzərədən tətildən gedir. 4-cü səhifəmiz və 6-cı səhifəmiz. 3-ünü seçib əlavə edirəm. Təsdiqləyirəm. İndi buna baxmaq istəyirəm. Show əmrini verdikdə bizə gəlir birinci tətil şəkli, 4-cü tətil şəkli və 6-cı tətil şəkli. Digərləri yoxdur. Halbuki bizim PowerPoint sənədimiz 8 səhifəli idi. Sadəcə 3-ünü gördük. Çünki biz onu yaratmışdıq. İstədiyiniz şəkildə bunu artıra bilərsiniz. Daha sonra biz öyrənməliyik. Slayd olduğu səhifədən başladıram. Bir dənə sol aşağı diqqət yetirək. Ən sol aşağı. Bizi bir addım arxaya aparan əmrimiz var. Yəni əvvəlki slayda və sonraki slayda qayıtmaq üçün sol aşağıda əmrimiz var. Daha sonra buradan fırça panelini götürürəm. Lazer əmrim var. Baxın, burada söhbət sırasız siyahıdan gedir deyə bir izah verə bilərəm. Qələm əmri götürə bilirəm. Baxın, sıralılara aiddir. Rum rəqəmləri, kiçik hərflər kimi məlumat verə bilərəm. Sırasıza aiddir ox işarəsi, sırasıza aiddir belə dörtlü bir ulduz işarəsi var. Bu şəkildə o kimi danışa bilərəm. İstəsəm bunun rənglərini dəyişdirə bilərəm. Başqa rəngdə yazı yaza bilərəm. Bir də görəkdə yazmaq istəyirəm. Yazdığım məlumatı silmək istəyirəm. Silgini götürüb mən sadəcə öz yazdığımı da silə bilərəm. Və yaxud da ən sonunda bütün ekranı təmizlə deyib, bütün mən yazdığım məlumatları sildirə bilərəm. Və burada mənim marker əmrim var. Yazdığım yazıya gəlib marker əmrini verə bilərəm. Baxın, deyirəm, bura diqqət yetirin, bura diqqət yetirin və yaxud da bura. Silirəm. Daha sonra bütün slaydımdakı səhifələri görmək üçün istifadə etdiyimiz bir buton var. Biz buradaydı. Baxın, qırmızı ilə göstərir. Axtarış edə bilərəm. Baxın, qara bir ekran gəlir. Mən basıram bu ulduz işarəsini. Basdıqda ulduz işarəsi mənə yaxınlaşır. Əvvəlki hala qayıtmaq üçün klaviaturadan Ctrl-0 basırıq. Bu əmri də dayandırırıq. Artıq slayddan çıxırıq. İndi devam edək arxasından. Baxın, burada həmin səhifə vardı, izah elədi slaydın işlədiyi algoritma yerini. Onun tənzimləmələrini dəyişmək üçün bir sahə var. Bu sahə bizi açıldıqda nələri qarşılayır? Slaydın oxunma ölçüsünü deyir. Biz bilirik ki, slayd oxunmağa başladıqda bütün ekranı tutur. Deyir, istəsək Windows sahəsi qalar. Yəni bu taskbar panelini görə bilirsiniz. Slayd oxunar, lakin taskbar olduğu kimi qalır. Daha sonra burada digər bir üstünlüklər var. Əl çatımlıq deyə bilərik. Biz bilirik ki, slayddan çıxmaq üçün bastığımız knopda Escape-dir. Amma burada deyir ki, biz butonu belə deyə icazəsini aktivləşdirsək, siz klaviaturadan Escape basdıqda slayd başdan bir daha oynatılacaq. Bir daha. Yəni slayd dayanmayacaq arxa-arxaya. Qələmimiz ilkin olaraq yazılmağa başlayanda qırmızı rəngdə başlayırdı. Bunun rəngini dəyişdirə bilərik ki, biz qələmi götürən kimi rəngi başqa olsun. Lazerin sadəcə 3 rəng seçimi var. Standart olaraq qırmızıdır, yaşıl və göy qoya bilərsiniz. Daha sonra slaydın görünməsi. Baxın, bizim slayd 8 səhifəli olduğu üçün
oldu da, yəni neçə səhifədirsə slaydın hamısı görünür. Bunu dayandıra bilərik. İstəyə bilərəm ki, səhifə sadəcə 3 səhifə görünsün. Basıram, deyirəm icra et. Slaydı oxumağa başladıram. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə və slayd bitdi deyir. Halbuki daha 5 səhifəmiz vardı. Bunu gəlib yenidən düzəldirik. Daha sonra slaydın əd çatımlılığını dəyişdirə bilməzsiniz. Çünki belə deyək, biz manual olaraq bilsiz hansı halda işləyir. Elektron lövhələr var. Bizə bir qələmlə təqdim olunur, üzərində yaza bilirsiniz necə ki slayddakı kimi. O şəkildə manual olaraq əlaqə icazəsi verilir. Slaydın monitorla əhatəsi isə avtomatikdir. Niyə? Çünki bizim monitorumuz yoxdur. Yəni sadəcə kompüterin öz monitorudur. Bu halda yenə biz köməkçi monitor işə sala bilirik ki, yanımızda böyük ekran monitorları və yaxud da hər hansı ağıllı bir televizor monitoru olsun. Bu icazəsini aktivləşdirə bilərsiniz. Buradakı dəyişikliklər isə bu qədər. Daha sonra mən istəyirəm siz bu səhifədə məlumat olmadığı üçün bunu və bunu görməyəsiniz. Və bunu. 4 səhifəni gizlətdim. Baxın, rəqəmlərin üzərinə işarələr düşdü. Xətlər gəldi. Hide slide əmrini basaraq. Gəlirəm slaydı başladıram. Birinci, ikinci, üçüncü vərəq və onunla da yekunlaşırsınız. Yəni digərlərini görürsünüz, hansını ki bağlamışdıq. Açmaq üçün isə yenə üzərinə gəldirib eyni əmri basırıq. Hide slaydı basdıqda açıq sənəd gizlənir, gizli sənəd bərpa olunur. Rekord əmri ilə zaman əmri rekord panelinin daxilində olduğu üçün burada deməyimizə ehtiyac yoxdur. Rekord tabına gəldik. Rekord tabını tam açaraq göstərə bilməyəcək. Bura baxsanız görə bilərsiniz ki, mən bu dərsləri PowerPoint-un öz tətbiqi ilə çəkirəm. Yəni bu paneli istifadə edirəm. Baxın, sizə də məlumat gəlir. Hətta belə də göstərə bilərik və sağ aşağıdan da görə bilərsiniz. Hal-hazırda PowerPoint əmri ilə screen rekordoru işləyir. O səbəbdən dəyişə bilmirik. Bu tabı dərsdə daha ətraflı sizə keçəcəm. Burada da yəni çox çətin bir şey yoxdur. Hazır video əlavə etmək əmrimiz var, screenshot əmrimiz var. Bunların eynisini biz Word-də də keçmişik, dərsdə də daha ətraflı keçəcəyik. Daha sonra gəlirik Review tabına. Review tabında bizə yazılar olan bir vərəq lazımdır. Olmadığı üçün biz bir dənə burada text box götürüb məlumat yazaq. Biz demişdik, məlumatlar daxilində dil uyuşmamazlığı olduqda altına qırmızı xətt düşür. Baxın, sözlərin arxasına altına qırmızı xətt düşür. Review tabında bizi ən başda qarşılayır qrammatik yoxlama əmri. Biz bunu basdıqda sağ tərəfə məlumat gəlir. Deyir, yazıram sözü, ingilis dilində belə bir söz yoxdur. O sözün əsli budur. İstəsən dəyişdirə bilərsən. Mən deyirəm ki, xeyr. Bu söz ilə həmin sözü dəyişdirmək istəmirəm. Bu söz belə yazılır və mən bunu olduğu kimi istifadə etmək istəyirəm. Bu halda deyirəm ki, add. Bu halda sözün altındakı qırmızı xətt, baxın, silinir, qalanı olduğu kimi qalır. Hamısını əlavə edirəm. Yəni, bunları dəyişdirmək istəmirəm. Buradan baxıram ki, yazının sözünü bununla dəyişdirmək olar. Bunu sadəcə göstərmək üçün dəyişdirirəm. Deyirəm change.